Salam müəllimlər. Dərsimiz 6-cı sinifin 26-cı mövzusu olan tikiş maşınında əməliyyatlar mövzusudur. Deməli, burada bütün bu ilməkləmədir, tam tikmə, xətt üzrə tikmə, əks tərəfə tikmə, baxyalama, calama, bunlar hamısı sırma. Bunlar tikiş maşınında olan, yəni tikmə əməliyyatlarıdır. Baxın, bunlar əl tikişləri deyil. Tikiş maşınında yerinə yetirən tikişlər, yəni əməliyyatlardır, icra olunan tikişlərin növləridir. Yəni testlərdə və sair düşsə ki, bunlar tikiş əllə yerinə yetirilir, yoxsa tikiş maşını ilə, bu zaman artıq biz onları götürürük ki, yəni tikiş maşını yerinə yetirən əməliyyatlardır. Deməli, tikiş maşınında yerinə yetirən hər əməliyyatın öz adı var. Görürsüz nədir? Tikiş maşınında yerinə yetirən hər bir əməliyyatın öz adı var. İlməkləmə. Gəlirik ilməkləmə nədir? İlməkləmə detalın kəsiyini dağılmadan qoruyan maşın tikişi ilə bərkitmədir. İlməkləmə detalın kəsiyini dağılmadan qoruyan maşın tikişi ilə bərkitmək deməkdir. İlməkləmə tikiş maşınında ziqzaq oxşar tikişi ilə yerinə yetirilir. Deməli, ilməkləmə bərabərdir, ziqzaqa oxşar tikiş ilə yerinə yetirilir. Yəni, ilməkləmə bir prosesdir, bir əməliyyatdır. Hansı ki, parçanın kəsiyini, yəni daha da süzülməsin, daha da belə deyək, böyüməsin onun kəsiyi, bu zaman onun kənarını ilməkləyirlər. Amma bunu hansı tikişlə yerinə yetirirlər? Bu tikiş isə ziqzaqa oxşar tikiş olacaqdır. Sonra tikiş arasının uzunluğu və ziqzaqa oxşar tikişin eni parçanın növündən asılı olaraq seçilir. Deməli, tikiş arasının uzunluğu və ziqzaqa oxşar tikişin eni parçanın növündən asılı olaraq seçilir. Çox pürçümlənən parça üçün böyük tikiş arası, onların arasında kiçik məsafə qoyulur. Az pürçümlənən parça üçün isə kiçik tikiş arası və onların arasında böyük məsafə qoyulur. İndi müəllimlər, bir şey deyim ki, bu böyük məsafə, böyük tikiş arası sizi çaşdıra bilər. Ona görə də məsafə ilə yadda saxlayırıq. Necə? Deyir ki, çox pürçümlənən parça üçün böyük tikiş arası və onların arasında kiçik məsafə qoyulur. Əgər kiçik məsafə qoyulur görürüksə, yəni kiçik məsafə qoyulur məsafə ilə, yəni ayırırıq bunları. Hansı belə deyək, çox pürçümlənir, hansı az pürçümlənir. Əgər çox pürçümlənirsə, onda olacaq kiçik məsafə. Məsafə sözündə kiçik məsafə olacaq. Və əgər az pürçümlənirsə, bu zaman olacaq məsafəsi böyük məsafə. Necə olacaq? Böyük məsafə olacaq. Və belə deyim də, həmçinin onların ön hissəsi də, yəni çox pürçümlənən parça üçün çox pürçümlənirsə, düz mütənasib böyük tikiş arası, amma məsafəsi kiçik. Əgər az pürçümlənirsə, kiçik tikiş arası, baxın azdırsa, tikiş arası da azdır. Amma məsafəsi nədir? Məsafəsi isə böyükdür. Onların arasında məsafə böyük olur. Deməli, necə deyir? Kiçik məsafə varsa, yəni önləri eynidir. Necə yəni? Çox pürçümlənən deyirsə, böyük tikiş arası deyir. Yəni, ardı da elədir. Çox pürçümlənirsə, böyük tikiş arası, az pürçümlənirsə, kiçik tikiş arası. Bu hissələrinə dəymirik. Amma ki, məsafədə sanki yerlərini dəyişirik. Məsafədə deyirik böyükdürsə, yəni böyük tikiş arası məsafəsi az tikiş arası qoyulur. Yox, əgər tikiş arası azdırsa, yəni parça daha doğrusu az pürçümlənirsə, bu zaman isə böyük məsafə qoyulur. Yəni məsafə sözü ilə onu ayırırsınız. Belə, nə aydın olmasa yenə izah edərəm. Sonra tikiş arası ziqzaq şəkilli tikişlər parçanın kəsiyi üzrə qoyulur. Nazik parçaları emal etdikdə ziqzaq şəkilli tikiş kəsikdən 5 mm məsafədə qoyulur. Sonra isə emal payı tikişə yaxın yerdən kəsilir. Yəni emal payı baxın bu hissədə də tikib, ziqzaq şəkildə tikişlə tikib. Nazik parçanı tikib, ilməkləyiblər. Və bu kəsdiyi hissələr emal paylardır. Artıq hissələr isə yəni tikişə yaxın yerdən hansı ki o hissələri kəsir.
Bir daha deyirəm, tikiş arası ziqzaq şəkilli tikişlər parçanın kəsiyi üzrə qoyulur. Nazik parçaları emal etdikdə hansı nazik parçaları bu sözü diqqət edirik. Nazik parçaları emal etdikdə ziqzaq şəkilli tikiş. Nə olur? Tikiş kəsikdən, hansı ki bu kəsikdən 5 millimetr məsafədə qoyulur. Sonra isə emal payına yaxın yerdən kəsilir. Bu da belə. Şəkil baxın, birdə göstərir ilməkləmə, yəni kənarın ilməkləyərək kəsiblər. Baxın, görürsünüz, ilmək formasındadır. Burada isə nazik parçanın ilməklənməsini göstərir. Tikiş var, sonra isə həmin bu emal paylarını tikişə yaxın yerdən kəsir. Bir digəri tam tikmə. Tam tikmə detalın və yaxud da ki, məmulatın qatlanmış kənarının bərkidilməsi üçün maşın tikişinin salınmasıdır. Deməli, detalın və məmulatın tam tikmədirsə nə deyir? Deyir ki, detalın və məmulatın qatlanmış kənarının, yəni detal da ola bilər, məmulat da ola bilər, kənarının bərkidilməsi üçün maşın tikişinin salınmasıdır. Və detalın və yaxud da ki, məmulatın kənarı qatlanır və tikilir. Baxın, bu sözdə görəcəksiniz. Detalın və yaxud da ki, məmulatın kənarı qatlanır və tikilir. Sanki sonuncu bir mərhələ kimi qatlanır və tikilir. Kənarların görürsə tam tikmə. Həmçinin də detalın və məmulatın kənarı qatlanır, tikilir. Sanki sonuncu bir mərhələdir. Qatlanır və tikilir. Sonra tikiş qatlama, maşın tikişi qatlama yerindən lazım olan məsafədə qoyulur. Tikişin əvvəlində və sonunda bərkitmələr yerinə yetirilir. Baxın, bu hissələr demək olar ki, bütün bu hamısında var. Yəni bütün bu tikmələrdə var. Amma ki, bu hissələr, yəni hansı ki deyirəm, detalın və yaxud da ki, məmulatın kənarı qatlanır, tikilir, məmulatın və yaxud da ki, detalın qatlanmış kənarı bərkidir. Bunlar özünə məxsusdur. Bu sırf tam tikməyə aid olan hissələrdir. Tikişin əvvəlində, sonunda maşın bərkitmələri yerinə yetirir. Bu hamısında var. Əks istiqamətdə 3-4 tikiş arası gedir. Yuxarı və aşağı sapın ucları düyünlənir. Maşın tikişi, sapların ucları kəsilir. Yəni maşının tikişində olan o sapların ucları sonda kəsilir. Və müəllimlər, maşın tam tikmə iki cür olur. Açıq kəsiklə, bağlı kəsiklə. Bu A-da göstərilən açıq kəsiklədir. B-də göstərilən isə bağlı kəsiklədir. Deməli, tam tikmə neçə cür oldu? 2 cür. Açıq kəsiklə və bağlı kəsiklə. Sonra xətt üzrə tikmə. Tikiş maşınının köməyi ilə eyni ölçülü, kənarları uyğunlaşdırılmış, 2 və daha artıq sayda detalın sapla tikilib bərkidilməsidir. Deməli, burada nədir? Bu nədir? Xətt üzrə tikmə. Burada nə var? 2T. Bəs dərsin içərisində nədir? Deyir ki, tikiş maşının köməyi ilə eyni ölçülü, kənarları uyğunlaşdırılmış 2 xətt, 2T var xəttdə, 2T var xəttdə və burada nədir? 2 sözü var. Uyğunlaşdırılmış 2 və daha artıq sayda detalın sapla tikilib bərkidilməsidir. Eyni ölçülü, kənarları uyğunlaşdırılmış 2 və daha artıq sayda detalın bərkidilməsi deməkdir. Maşın tikişi dəqiq nişanlanmış tikiş xətti üzrə salınır. Deməli, maşın tikişi dəqiq nişanlanmış tikiş xətti üzrə salınır. Tikişin əvvəlində və sonunda bərkitmələr yerinə yetirilir. Hansı ki, bayaq biz onu tam tikmədə demişdik. Əks istiqamətdə 3-4 tikiş arası, bunu yadda saxlayın. Neçə tikiş arası? 3-4 tikiş arası gedir və düyünlənir, sapların ucları kəsilir. Və burada xətt üzrə tikmədə bir söz də var ki, sonda müvəqqəti təyinatlı olan tikiş kənarlaşdırılır. Deməli, xətt üzrə tikmədə nə var? Sonda hansı ki, müvəqqəti qoyulan tikiş kənarlaşdırılır. Sonra digəri əks tərəfə tikmə. Əks tərəfə tikmədə elə görəcəksiniz içərisində var. Deyir ki, əks tərəfə yönəlmiş emal paylarının bərkidilməsi üçün tikişlərin salınmasıdır. Bu asandır. Bunu görən kimi biləcəksiniz. Amma bu əməliyyatın yerinə yetirilməsi üçün nədir burada? Qoşa sapla bu sözü görürük. Tikilmiş tikişin
hər iki tərəfindən müəyyən məsafədə məmulatın üst tərəfinə maşın tikişləri qoymaq, tikişin əvvəlində və sonunda bərkitməni yerinə yetirmək 3-4 tikiş arasında bildik. Deməli, əks tərəfə tikmədə əks tərəfə yönəlmiş emal payını görəcəksiniz, biləcəksiniz bu əks tərəfə tikmədir. Bəs sonra nə deyir? Sonra burada qoşa sapla tikilmiş tikişin hər iki tərəfindən. Burada görəcəksiniz, əks tərəfə tikmədə qoşa sapla tikilmiş tikişin hər iki tərəfindən müəyyən məsafədə məmulatın üst tərəfindən maşın tikişləri qoymaq. Qoşa sapla məmulatın üst tərəfindən tikişlər qoymaq. Bu da oldu əks tərəfə tikməyə aid. Sonra sırma. Sırma nədir? Bir detalı digərinin üstünə qoyaraq birləşdirmək və yaxud da ki, emal payını bərkidilmək üçün tikişin salınmasıdır. Baxın, şəkil 7-də sırmanı göstərir. Şəkil 7-də sırmadır. 6-da əks tərəfə tikmənin şəkilləridir. Baxın, bunlar bir-birinə oxşuyur. Sanki ortadan xətt kimi sap gedir. Bu əks tərəfə tikmədir. Amma bu hansı ki burada ortada gedir qara xətt kimi. Görürsünüz onu sapı. Bu əks tərəfə tikmədir. Amma sanki buradakı sap biraz daha üstdədir. Bunu görürsə bu nədir? Bu isə olur sırma. Yəni bir-birlərinə çox oxşuyurlar deyə o formada yadda saxlayın deyə deyirəm. Sonra sırma nə idi? Bir daha deyirəm. Bir detalı. Baxın, sırmada ılar var da. Sırma. Burada nə deyir? Detalı. Bir detalı. Sırma. Bir detalı. Digərinin üzərinə qoyaraq birləşdirmək. Digərinin üzərinə qoyaraq birləşdirmək və emal payını bərkitmək üçün maşın tikişinin salınmasıdır. Bir detalı, sırı, detalı. Digərin üzərinə qoy, həm də emal payını bərkitmək üçün tikişlərin salınmasıdır. Sırma zamanı maşın tikişi məmulatın üst tərəfindən, yəni tikmə tikişinin və yuxarı detalın qatlanmasından müəyyən məsafədə salınır. Sırmada bir də nə var? Maşın tikişi məmulatın üst tərəfindən, yəni tikmə tikişinin və yuxarı detalın qatlanmasına müəyyən məsafədə salınır. Tikmə tikişinin və detalın qatlanmasından müəyyən məsafədə salınır. Yenə burada da əvvəlində, tikişin əvvəlində və sonunda maşın bərkitmələrini yerinə yetir və düyümləmək lazımdır sapların ucunu. Bax yalama. Baxın, bu mövzular çox vaxt, yəni MİQ testlərində, imtahanlarında demək olar ki, hər il buradan bir hissə düşür. Ona görə də mən sizə deyərəm ki, bu hissələri çox gözəl oxuyun. Yəni aktual mövzulardan biridir. Bax yalama, tərsinə çevrilmə şərti ilə detalların kontur boyu sapla birləşdirilməsidir. Deməli, müəllimlər, bax yalamada nə sözünü görürsünüz? Tərsinə çevrilmə şərtini görəcəksiniz. Tərsinə sözünü görürsə bu bax yalamaya, həmçində detalların kontur boyu sapla birləşdirilməsini görürsə, həmçinin bu da bax yalamaya aiddir. Və bax yalamada nə deyir? Bax yalamada belə bir söz də var ki, bu əməliyyatı düzgün yerinə yetirmək üçün maşın tikişini nişanlanmış tikiş xətti üzərində dəqiq qoymaq lazımdır. Tikiş xətti üzərində dəqiq qoymaq lazımdır. Yəni bu tikişi dəqiq yerinə yetirmək üçün. Belə baxanda bütün tikişləri dəqiq yerinə yetirmək üçün onu tikiş xətti üzərində yerinə yetirmək lazımdır. Həmçinin də yəni belə deyək də ayrıca bu hissə bir bax yalamada verilmişdir. Bir də digər bir tərəfdə də bu xətt üzrə yerinə yetirilir. Xətt üzrə tikmədə də demişdik ki, tikiş xətt üzrə salınır. Həmçinin də bax yalamada da deyir ki, tikiş xəttin üzərinə dəqiq qoymaq lazımdır. Tikişin dönməsi zamanı iynə bucağın təpəsində saxlanılır. Baxın, iynə bucağın təpəsində saxlanılır. Bu söz də bax yalamaya aiddir. Pəncə qaldırılır və parça iynənin ətrafından fırladılaraq yenidən pəncə aşağı salınır və tikiş davam etdirilir. Yəni pəncəni qaldırır, parça iynənin ətrafından fırladılır. Bilirsiniz necə? Sanki parçanı çevirir. Parçanı əks istiqamətə çevirib yenidən onu tikmək istəyir. Bu zaman nə edir? Həmin o pəncəni qaldırır. Yəni pəncə baxın bu hissəni nəzərdə tutur.
Baxın pəncəni. Pəncəni qaldırdı. Tikişin dönməsi, yəni tikiş tikirik. Bir belə deyək də bir parçadır. Məsəl üçün belə sadə bir kvadrat parçadır. Bunu tikişin tikmişik. Oturmuşuq tikmişik də baxın, yəni belə bir tikiş gedib düz tikiş. İndi mən istəyirəm ki, bu tikişi əks tərəfdən bir də tikim. Yəni digər tərəfdən də tikmək istəyirəm. Tutaq ki, bir yorğan üzü, nə bilim, balış üzü tikmək istəyirəm. Axı bunu mən çevirib digər tərəflərini də tikməliyəm. Düz deyil. Bu zaman nə edirəm? Bu zaman parçanı çevirirəm. Hansı ki, bu pəncəni qaldırıram. Və həmin parçanı iynənin ətrafından fırladıram və yenidən pəncəni aşağı salıb tikişə davam etdirirəm. Yəni parçanı iynənin ətrafından belə deyək də fırladırıq, sanki döndəririk belə deyək. Ondan sonra onu təzədən həmin hissəsini qoyuram pəncənin altına, pəncəni yenidən bağlayıram. Mən belə deyim də, bunu görmüşəm deyə, yəni bu tikiş işlərini özüm görmüşəm deyə, özüm necə bilirəm o formada sizə izah etmək istəyirəm ki, yəni sizə də bir balaca da olsun, aydın olsun. Yəni bu o deməkdir. Yenidən deyir, pəncəni aşağı salır və tikiş davam etdirir. Yəni bu qədər qəliz yazıda sadəsi budur. Sadəcə onu çevirmək, yəni burada nə? Pəncəni qaldırırıq. Pəncəni də bildiniz hansı hissə idi. Pəncəni qaldırdıq. Parçanı, iynəni yox, parçanı sapın ətrafından fırladırıq. Sanki parçanı döndərik də, belə deyək, əks istiqamətə. Ondan sonra onu yenidən pəncəni aşağı salıb tikişimizi davam etdiririk. Sonra emal payının işlənməsi nədir? Emal payının işlənməsi müəllimlər, bu mərhələ 4 mərhələdən ibarətdir. Ümumiyyətcə emal payının işlənməsi nə deməkdir? Ona gələk. Artıq parçanın qayçı ilə kəsilməsi və yaxud da ki, emal payının qoparılmasıdır. Adı üzərində sanki. Emal payının işlənməsi, artıq parçanın qayçı ilə kəsilməsi və emal payının qoparılması deməkdir. Əməliyyat bu formada yerinə yetirilir. İlk öncə emal payını 3-5 mm eninə qədər kəsmək və xarici bucaqlarda emal payını çəpinə kəsmək. Deməli, birinci mərhələdə emal payını 3-5 mm eninə kəsirik. 3-5 mm birinci mərhələdə oldu və xarici bucaqlar sözünü görəcəksiniz. Və xarici bucaqları emal paylarını çəpinə kəsmək. Bu bir. İkincisi, baxın bu 9-cu şəkildə emal payının kəsilməsidir. Daxili bucaqlarda emal payını tikişə yaxın yerdən yarmaq. Baxın, birinci mərhələdə xarici bucaqlar deyir. Nə deyir? Xarici bucaqlarda emal payını çəpinə kəs. Düzdür? Amma ikincidə deyir ki, ikinci gəlir daxili bucaq. Sanki xaricdən kəsdi, indi daxilə gəlir. Daxili bucaqlarda emal payını tikişə yaxın yerdən yarmaq. Bir dəfə. Üçüncüdə deyir ki, içəri qatlanmış daxili kontur boyu emal payını tikişə yaxın məsafədən bir neçə dəfə yarmaq. Eyni məsafədən bir neçə dəfə yarmaq. Deməli, ikincidə deyir ki, emal payını tikişə yaxın yerdən yarmaq bir dəfə. Amma 3-də deyir, içəri qatlanmış daxili kontur boyu. İçəri qatlanmışı görəcəksiniz. Emal payını tikişə yaxın yerdən bir neçə dəfə, yəni bir neçə dəfə yarmaq. Bir neçə dəfə sözün görürsə, artıq bu 3-cü mərhələdir. Sonuncuda deyir ki, qayçı ilə xarici kontur boyu üçbucaq şəkilli kəsimlər yerinə yetirmək. Baxın, 1-də də var idi xarici, 4-də də var idi. 4-də də var xarici kontur boyu. Üçbucaq şəkilli, deməli 4-də nə var? Qayçı ilə xarici kontur boyu üçbucaq şəkilli kəsmələr yerinə yetirmək. 4-cü mərhələdə üçbucaq şəkilli kəsmələr yerinə yetirmək. Deməli, həm 1-də xarici bucaqlar görəcəksiniz, amma 4-də görəcəksiniz xarici kontur boyu. Xarici sözü 1-də və 4-də var. Əgər bu mərhələləri görürsə, birini çəpinə kəsmək görürsə, bunu birinci mərhələyə qoyuruq və 3-5 mm. Sonuncu mərhələyə qoyuruq. Xarici kontur boyu, üçbucaq kəsimlər yerinə yetirmək. Bu isə 4-cü mərhələyə aid olmur. Sonra müəllimlər, sonuncu mərhələmiz calamadır. Calama nədir? Calama xırda detalların iri detallara birləşdirilməsidir. Xırda detalların
iri detallara birləşdirilməsidir. Mən bunu ağacın calanması kimi yadda saxlamışam. Adətən ağacları calaq falan edəndə böyük ağaclar olur. Onlara bir balaca hansısa digər bir calaq olan ağacı gətirib onlara calanır. Yəni calaq formada olur. Adətən balaca ağaclar, böyük belə deyək, xırda detallar, yəni xırda ağaclar böyük ağaclara calanır. Bu formada calama yerinə yetirilir. Həmçində bu calamanı belə yadda saxlayırıq ki, xırda detalları, yəni xırda belə deyək, ağacları iri ağaclara, yəni iri detallara birləşdiririk. Calama üçün nişanlanmış tikiş xətti üzrə düz və dəqiq tikiş lazımdır. Deməli, calama necə yerinə yetirilir? Həmin bu tikiş xətti düz və dəqiq olmalıdır. Sonra isə tikişin əvvəlində və sonunda maşın bərkitmələrini yerinə yetirmək, yəni hamısında var, bütün mərhələlərdə və əks istiqamətdə 3-4 tikiş arası getmək və düyünləmək lazımdır. Sonra baxın, buradakı bu şəkilə mütləq baxırıq. Şəkil A, B, C, Ç nə deyir? Bu hansı ki emal payının yarılmasının ardıcıllığıdır və şəkillər üzərində onu göstərir. Deməli A daxili bucaqlarda yarmaqdır. B içəri qatlanmış daxili kontur boyu yarılmaqdır. C xarici konturlarda yarmaqdır. Ç isə calamadır. Deməli bu şəkillərə mütləq baxırsınız, mütləq də yadda saxlayırıq. 1 nədir daxili, 2 nədir? Daxili kontur boyu 1 daxili bucaqlarda, 2 içəri qatlanmış daxili kontur boyu, içəri qatlanmış daxili kontur boyu. 3 xarici konturlarda, baxın sanki xarici konturlarda, C isə calamanın şəklini göstərir. Belə müəllimlər, bu dərsdə bu qədərdir. Sizə uğurlar olsun.